Xanımlar, bugün mən sizə göz ətrafı qırışlara qarşı üz gimnastikasını göstərmək istəyirəm. Bu üz gimnastikanı siz hər gün 15-20 dəfə edirsiniz və istədiyiniz nəticəni əldə edirsiniz inşallah. Və bunu necə etmək lazımdır? Siz əllərinizlə baxın bu şəkildə yüngülvari gözlərinizi sanki yuxarı dartırsınız və bu şəkildə saxlayırsınız. Və eyni zamanda siz gözlərinizi bağlayırsınız və açırsınız. Bağlayıb açdığında siz hiss edirsiniz ki, sizin əzələləriniz işləyir. Baxın bu şəkildə. Siz sanki bir nöqtəyə baxırsınız və bu şəkildə 15-20 dəfə təkrarlayırsınız. Və bu qədər rahat və sadə.